Allahın salamı üzərinizə olsun. İslamda insanın fitrətinə, yeni yaradılışına Rəbb tərəfindən yerləşdirilən əsas xüsusiyyətlərdən biri azad iradə hissidir. İnsan öz seçimi daxilində etdiyi hərəkətlərdə azaddır. Bu azadlıq ilahi ədalətin bir hissəsidir. Çünki insan öz seçimlərinin nəticəsinə görə məsuliyyət daşıyır. Yaxşı işlər görərsə Allah onu mükafatlandırar, pis işlər görərsə cəzalandırar. Ateistlər isə deyirlər ki, nə yaradan var, nə fitrət, nə də ruh. Onlara görə biz sadəcə maddəyik, atomlardan ibarət bir yığıntı. Onlara belə bir sual verilir. Bəs o zaman insanın özündə hiss etdiyi azad seçimi necə izah edirsiniz? İnsan istəsə alır, istəsə almır, istəsə danışır, istəsə susur, istəsə yazır, istəsə yazmır. Amma insana əmələ gətirən atomların nə şüuru var, nə də seçimi. Atomlar sadəcə fizika və kimyanın dəyişməz qanunlarına tabe olur. Əgər biz də bu atomların maddi təbiətinə tabe olsaq və bizim bütün hərəkətlərimiz sadəcə genlər və sinir siqnalları nəticəsində baş verirsə, onda biz sadəcə müəyyən tapşırıqları yerinə yetirmək üçün proqramlaşdırılmış robotlarıq. Heç robotun proqramda olmayan bir işi öz istəyi ilə etdiyini görmüsünüzmü? Deməli, sizin materialist baxışınıza görə biz ət və sümükdən ibarət robotlarıq. Bəs onda bu azad iradə hissini necə izah edirsiniz? Belə suallar ateistləri çaşdırır. Məsələn, məşhur ateistlərdən Richard Dawkins və Lawrence Krauss belə bir söhbətdə bu sualdan yayınırlar. Dawkins etiraf edir ki, bu sual onu qorxudur. Çünki onun dırnaqarası azad iradə yoxdur düşüncəsi özündə hiss etdiyi azadlıq duyğusu ilə toqquşur. Adətən ateistlər belə çıxılmaz vəziyyətlərdə aşkar həqiqətləri inkar etməklə məsələni örtbasdır etməyə çalışırlar. Ona görə də bir çox azad iradənin varlığına, eləcə də zəruri həqiqətləri, əxlaqi dəyərləri, iman hissini və həyatın mənasını inkar edib. Dawkins öz kitabında yazır: DNT nə qayğı çəkir, nə də nə isə bilir. DNT sadəcə var, biz onun musiqisinə oynayırıq. Yəni, biz genlər tərəfindən idarə olunan robotlarıq. Digər ateist alim Sam Harris kitabının başlanğıcında yazır: azad iradə bir illüziyadır. O, insanı biokimyəvi kukla adlandırır. Yəni, insan sadəcə kimyəvi reaksiyalarla hərəkət edən bir kukladır. Hətta kitabının üz qabığında da bu fikri simvolizə edən şəkil var. Amma eyni üz qabığında özünü bestseller, İnancın sonu kitabının müəllifi kimi tərifləyir. Budur, maarifçi ateistlərin böyük nailiyyəti. İnsanlara inandırmaq istəyirlər ki, nə Allah var, nə də azad iradə. Sadəcə kuklalarsınız. Başqa bir alim Jerry Klein, sənin azad iradən yoxdur adlı məqalə yazır. Bu fikir ateizmlə tam uyğun gəlir. Onlara görə azad iradə olmamalıdır. Amma onlar bununla problemdən qaçdılarmı, yoxsa özlərini daha da qarışıqlığa saldılar? Bu da maraqlı başqa bir məsələdir. Əgər insanın heç bir seçimi yoxdursa, bəs onda cinayət edən birini niyə cəzalandırırsınız? O, əgər genlərinin məcburiyyəti ilə qətl, oğurluq, təcavüz və zülm edirsə, bu halda niyə günahkar hesab edilməlidir ki? Eləcə də, əgər bir insan xeyirxah, səxavətli, fədakar davranırsa, amma bunu da məcburən edirsə, niyə onu tərifləyirsiniz ki? Daha qəribəsi odur ki, insanları kukla adlandıran Sam Harris eyni zamanda pislik problemini həll etmək üçün müsəlmanların üzərinə nüvə bombası atmaq lazımdır deyir. Əgər hər kəs məcbur hərəkət edirsə, onda bu fikri də o məcbur deyirmi? Həmçinin qəribə deyilmi ki, ateistlər Allah xulyası dedikləri inancı məhv etməyə can atırlar. Amma azad iradə xulyasını məhv etməyə o qədər də tələsmirlər. Əgər insan azad deyilsə, onda bu genlərinin məcburiyyəti ilə cinayət törədən insanlar niyə cəzalandırılmalıdır? Axı belə baxanda bu insanların heç bir günahı yoxdur. Daha bir sual. Əgər azad iradə yoxdursa və mömin biri inamlı olmağa, ateist isə ateist olmağa məcburdursa, onda ateistlər niyə başqalarını ateizmə çağırır? Axı bu insanların fikrini dəyişmək azadlığı yoxdur. Sizcə də bu çox gülməli deyilmi? Yəni, azad iradə yoxdur deyə öz kitablarını yazan bu insanlar əslində etiraf edirlər ki, kitab yazmaq da onların şüurlu seçimi deyil. Sadəcə kimyəvi reaksiyaların nəticəsində hərflərin təsadüfi şəkildə yazılmasıdır. Bəs bu reaksiyalar həqiqəti axtarmaq arzusunu hardan tapır? Əgər azad iradə yoxdursa, o zaman öyrənmək, düşünmək və həqiqəti tapmaq da mənasız olur. Ərəb dilində ağıl sözünün kökü əqildir. Bu da saxlamaq, nəzarətdə saxlamaq mənasındadır. Yəni, insanın ağlı onu heyvani instinktlərdən qoruyur. Bəs bu məntiqə görə azad iradəni inkar edən ateistlər ağılsız olmurmu? Çünki onlar dediyinə görə heç nəyi özləri idarə etmir. Sadəcə məcburdurlar. Onları bir şey etməkdən qoruyub saxlayan heç nə yoxdur. Amma buna baxmayaraq, bu insanlar özlərinə azad düşünənlər deyirlər. Halbuki, azad iradəni inkar edən insan nə azad, nə də düşünən ola bilər. Və ən gülməlisi, insan ləyaqətindən danışan ateistlər öz baxışlarına görə insanı ağlı olmayan, mənasız, məqsədsiz, kimyəvi qarışığa çevirirlər. Beləcə, onlar azad iradəni, ruhu və yaradanı inkar etdikcə özlərini ziddiyyətlərin içində boğurlar. Daha mühüm sual isə budur.
Əgər ateistlər bu mənəvi və ruhi anlayışları izah edə bilmədilərsə və hər şeyi genlərlə əlaqələndirdilərsə, bunun elmi sübutunu gətirdilərmi? Yoxsa sadəcə görünməyən bir şeyə kör şəkildə inanmı göstərdilər? Yəni, özləri inkar etdikləri imanın başqa formasına mı girdilər? Belə çıxır ki, elmi olmaq iddiasında olan ateist alimlər əslində özlərini və başqalarını aldadırlar. Bu məsələni gələn bölümdə inşallah daha ətraflı araşdıracaq. Allahın salamı hamınızın üzərinə olsun.